Deməli, sadə bir nümunə ilə temperaturun istilik miqdarını asıla deməyə çalışacağım, amma diqqətlə qulaq asırıq burasına. Məsələ nədən ibarətdir? Biz, əlimizdə buz var. Buzun temperaturu sıfırdan aşağıdır. Çünki buz neçə dərəcədə əriyir? 0 dərəcə. Sıfırdan aşağı. Məsələn, bir yəni qiymət deyək, -20 dərəcə. -20 dərəcədə buz var. Mən buzu qoyuram qazanın içərisinə, qazı yandırıram aşağıdan. Mən qazı yandıran kimi buzun temperaturu nə edəcək? Qalxacaq. İndi təcrübəmiz nədən ibarətdir? Bizə tapşırılıb ki, -20 dərəcə Selsidəki buzu, buradan görə bilirsiniz rəqəmləri? -20 dərəcə Selsidəki buzu temperaturunu deyib qaldırırsam, məsələn, 120 dərəcəyə. 120 dərəcəyə qalxanda hansı aqreqat olacaq? 100-dən yuxarıda nədir? Buxar olacaq. Deyil mi? -20-də buzdur, 0-da ərimədir, 100-də qaynamadır normal şəraitdə. 120-dən olmadığında. Deməli, məqsədimiz -20 dərəcə Selsidəki buzu 120, yəni buxara qədər qızdırmaq. Təkdən qaza keçirmək deməyək, buxara qədər qızdırmaqdır, bəli, yekun olaraq. Yəni 140 dərəcə. 140 olsun deyirsən? Hə, dəyişik 140 dərəcə, bəli. İndi deyəsiniz ki, mənim burada nə var idi maraqlı? Bunu nərəm də bilir deyə bilərsən? Xeyr, bilmir. Niyə bilmir? Çünki -20-dən 120-yə qədər temperaturu qaldıranda 90% insandan soruşanda ki, qrafik necə olar? Nətər olar bu qrafik? Bilirsən nə deyil? Deyir ki, müəllim, -20 burada 0-dan aşağı. Burada da 120-dir. 120 dərəcə. Biz deyir, temperaturu qoyacaq, bu formada 120-yə qədər artacaq da. Sadə kimi səsləndirir. Tamamilə səhv uşaqlar. Deməli, temperaturun artışı belə olmur. Səbəb nədir bəs səbəb? -20 dərəcədə buzu qızdırırsan, 0 dərəcəyə çatanda nə baş verir? Qaynayır. Maye alacaq. Özdə qaynayır, yəni özdə video çəkilişdə var da, sonması yaxşı iftəc eləyir. Maye alacaq. 0 dərəcə olanda, yəni prosesin adı nədir? Ərimə prosesi. 0 dərəcədə ərimə baş verir. Və bunu yadda saxlayırıq, aqreqat hal dəyişəndə temperatur dəyişmir. Bax, bu cümləyi yadda saxla. Ərimə prosesi nədir? Necə dəyişmir bilər ki? Maye ilə qazda eyni şey deyil adam. Yox, bax, -20, orada 120. Temperatur. Başa düşdüm, -20-dən buzu qızdırmağa başladın. Qalxdı temperatur, heç bir problem yoxdur. Qalxır. Neçəyə qədər? Sıfıra qədər çatdı. Sıfırda maraqlı bir hadisə baş verir. Sizin o qabın içərisində saldığınız termometrin göstərişi dəyişmir. 0 dərəcədə müəyyən müddət qalır. Nə vaxta qədər qalır bilirsən? Tamamilə buzu mayeyə çevirənə qədər. Ərimə, bəli. Yəni, burada ərimə baş verir. Mənim demək istədiyim Ömər, bilirsən nədir qadası? Ərimə prosesində, ərimə nədir əslində? Aqreqat halının dəyişməsində. Temperatur sabit qalır. Sonra nə olur? 0 dərəcədə tamamilə maye oldu. Yəni, buzun hamısı suya çevrildi Ömər. Suya çevriləndən sonra temperatur yenə neçəyə qədər artacaq bilirsiniz? 100-ə qədər artacaq. Niyə? Sonra buxarlanacaq. Bəli, 100 dərəcədə qaynamadır. Qaynamanın özü aqreqat halının dəyişməsidir. Aqreqat hal dəyişəndə temperatur dəyişmir. Ona görə də 100 dərəcədə müəyyən müddət yenə qanlı olacaq. Qalacaq. Bura neçə dərəcədir? 100 dərəcə. Tam qaynayandan sonra bir də qalacaq. Halal olsun. Tam qaynayandan sonra Cəfər qalxacaq neçə kimi? 120. Məqsədimiz hasil oldu. Yəni, məqsədimiz hasil oldu deyən yerdə qrafikimizdə yoxa çıxdı. Bəli, axırda temperaturumuz qalxacaqdır. Neçə ki, 120 qədər. Məqsədimiz -20-dən 120-yə qədər gəlmək idi. Gəldik. Amma qrafikin vəziyyətinə, şəklinə fikir verdin. Normalda biz bayaq mən səhvən çəkəndə, səhv formanı çəkəndə neçə dənə proses var idi? Bir dənə. Qızma. Burada neçə dənə proses var say? 3 dənə. Xeyr. 5 dənə. Baxaq, birinci hissə. Buz nə qalır? Xeyr, buz nə qalır burada? Qızır. İkinci hissə ərimə. Üçüncü hissədə su qaynamır, xeyr. Su qızır, qaynamır. %100 qaynamır. Su quzur deyil mi? Su qızır. Su qızır. Heyecanlanmıyor, su qızır. Doğrudur. Daha sonra neyini? Qaynayır. Və buxarlanma, qaynama daha çox istifadə olunur. 100 dərəcə. Sonra daha da kim qızır? Buxar. İndi kəlmələrə diqqət elədirsə, bax, son olaraq toparlayıram Zəhra xanım, bax, sizin xətrinizə. Toparlama var, qulaq as. Temperatur dəyişəndə, temperatur dəyişir də burada -20-dən sıra. Temperatur dəyişəndə aqreqat hal dəyişmir. Yəni, -20-dən sıra bu hansı aqreqat halıdır? Bərk halıdır. Aqreqat hal dəyişmir. Aqreqat hal dəyişəndə isə temperatur dəyişmir. 0 dərəcədə nə baş verir?
Sabit qalır. sabit qalır. Temperatur dəyişmir. Amma aqreqat hal Dəyişir. dəyişir. Bəş nəyə çevrilir? Maye. Maye. 0-dan 100-ə qədər su qızır. Aqreqat hal dəyişir? Buxarlanma. Dəyişmir. Ancaq sudur. 100-dən sonra buxarlanma. 100-dən sonra. 100-də nə baş verir? Sabit qalır. Qaynama. Temperatur yenə dəyişir. Sabit qalır. Yəni uzun sözün dombası. Temperatur dəyişəndə aqreqat hal dəyişmir. Aqreqat hallar dəyişəndə temperatur dəyişir. Təşəkkürlər. Bu idi bizim demək istədiyimiz.